Fasad cəhbə işləri işlənib. Keçilir. Pəncərə işləri. Göründüyü kimi profil Astal firması Türkiyə istehsalı premium səviyyə profillərdir. Hal-hazırda mövcud alüminium bazarında, belə deyək, ən bahalı profildir. Qiymətinə də görə keyfiyyəti. Hündürlüyümüz 3.20 olmasına baxmayaraq, sərtliyə əmsalı yüksək profillərdir. Mexanizmlər, aksesuarlar Almaniya istehsalı istifadə olunubdur. Antrast rəngdə gördüyünüz kimi ciftli pəncərədir. Adi rejimə tam sərbəst şəkildə. Növbəti videolarımızda da şüşə montaj olunandan sonra paylaşım olacaq. Bu hissələr hebeşebə yığılacaqdır.